Hər vaxtınız xeyir olsun. Kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla, adi soyuq su ilə cəmi bir həftəyə yetişən ləzzətli xırçıltılı kələm turşusunun hazırlanma qaydası olacaq. Turşunu hazırlamaq üçün turşuluq bərk kələm götürmüşəm. Kələmin çəkisi 2 kilo yarımdır. Əvvəlcə doğrayıram. Doğradığım kələmləri geniş bir ləyənin içərisinə əlavə edirəm. 1 ədəd acı istiot, 4 ədəd də acı biber götürmüşəm. Qeyd edim ki, biberlərin miqdarın, acı istiotun miqdarın zövqə görə artırıb azaltmaq olar. Uzunsov şəkildə doğrayıram. Biberləri də kələmin üzərinə əlavə edirəm. Əvvəlcədən qabığın soyduğum kökü də doğrayıb ərzaqların üzərinə əlavə edirəm. 2 ədəd orta boy çuğundur götürmüşəm. Qabığın soyduğum çuğundurları da kubik şəklində doğrayıram. Əgər turşunun daha qırmızı olmasını istəyirsinizsə, çuğundurun miqdarını artıra bilərsiniz. Və yaxud da açıq rəngli olmasını istəyirsinizsə, 1 ədəd əlavə edə bilərsiniz. İki dəstə cəfərini də iri-iri doğrayıram. Xırda doğramağa ehtiyac yoxdur. Üzərinə 3 diş sarımsaq əlavə edirəm. Əgər sarımsağı çox xoşlayırsınızsa, miqdarını artıra bilərsiniz. 6-7 yarpaq dəfnə yarpağı və reyhan toxumu əlavə edirəm. Çay qaşığında da qara dənəvər istiot əlavə edirəm. 2 dolu olmayan yemək qaşığı duzu da əlavə etdikdən sonra kələmi əzmədən ehtiyatla qarışdırıram. Əgər evdə reyhan toxumu yoxdursa, içərisinə vurmaya da bilərsiniz. Zövqə görə içərisinə keşniş toxumu da vurmaq olar. Yaxşıca qarışdırdıqdan sonra təxminən 1-2 saat otaq temperaturunda saxlayıram. Görürsünüz, artıq kələmin suyu çıxır. Geniş bankanın içərisinə yığıram. Ləyəndəki suyu da bankaya tökürəm. Geniş bir qabın içərisinə 3 litr soyuq su əlavə edirəm. Su qaynanmış soyuq və yaxud da krandan doldurulmuş da ola bilər. 1 stəkanı götürüb atıram. Üzərinə 1 stəkan üzüm sirkəsi, 1 dolu olmayan çay qaşığı da limon duzu əlavə edirəm. 3 dolu yemək qaşığı adi turşular üçün duzu da əlavə edib yaxşıca qarışdırıram. Hazırladığım turşu suyunu da kələmin üzərinə əlavə edirəm. Qapağı bağlayıb sərin yerdə saxlayıram. Təqribən 7-8 gün ərzində tam yetişir. Artıq gördüyünüz kimi turşu hazırdır. Həqiqətən də çox ləzzətli, dadlı, xırçıltılı turşu alınıb. Hazırlamağa dəyər. Videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi, kanalımıza abunə olmağı unutmayın.